Liftdəki bu kişi sırf adamların arxasını dönməsin deyə bu cür narahat şəkildə dayandı. Ona o cür dayanmaq çətin idi. Amma o abır həya etdi ki, liftdəki adamlara arxasını çevirməsin. Baxın, budur Azərbaycanlı olmaq, budur Azərbaycanlı əxlaqı, Azərbaycanlı ədəbi, Azərbaycanlı mərifəti. O siz görürsünüz ha, kimsə arxasını göstərir. O adamda Azərbaycanlı əxlaqının ə hərfi yoxdur. O adamda Azərbaycanlı mərifətinin m hərfi yoxdur. Onların Azərbaycanlı əxlaqına, Azərbaycanlı tərbiyəsinə, Azərbaycanlı ədəbinə heç bir aidiyyatı yoxdur. O gün bir video qarşıma çıxıb, geyim mağazasıdır, bir qadın paltarları təqdim edir, amma arxasını göstərir öncə. Və bir nəfər dedi ki, Könül xanım, bu mağazada işləyən bütün qadınlar, o qadınlar ki, paltarları təqdim edirlər, onlar hamısı arxasını göstərirlər. Və o mağazanın sahibi bir hacıdır. Təsəvvür edirsinizmi? Hələ mən İslamı, ibadəti qoyuram bir kənara. Bir Azərbaycanlı kişi necə razı olar ki, onun mağazasında çalışan qadın onun satdığı paltarı təqdim etdiyi zaman arxasını göstərsin. Necə bu onun qüruruna toxunmaz, necə bu onun heysiyyatına toxunmaz, necə bir Azərbaycanlı kişi olaraq o razı olur ki, bir Azərbaycanlı qadın onun mağazasında paltarı təqdim etdiyi zaman arxasını göstərir. Baxın, siz nəyi təqdim edirsiniz? Sizin məqsədiniz paltarı təqdim etməkdirsə, geyinin əyninizə bir öndən baxsın izləyicilər. Ola bilsin ki, kimsə paltarın arxasını görmək istəyir. Olar. Bir dəfə bir dönərsən, arxasını da göstərərsən paltarın. Amma bunların çəkdiyi konkret arxa planıdır. Bilirsinizmi? Yəni arxanın iri planıdır. Və o arxaya, o popoya vurğu edilir. Vurğu edilərək çəkilir. Məhz arxa göstərilir, arxa təqdimatı baş verir. Ayıb deyil. Baxın, bu liftdəki qoca kişidən utanın. Ondan bir örnək götürün. Azərbaycanlı olmağı öyrənin. Yenidən Azərbaycanlı olun. Gəlin biz yenidən Azərbaycanlı olaq.